Uşaqlar, bugün keçirik biz Monqolların Azərbaycana yürüşləri, bir də Nurlançılar keçirik. Aha. Bax, Monqolların yürüşləri, Monqolların yürüşləri. Qulaq asın indi. Böyük Monqol dövləti uşaqlar 1206-cı ildə yaranıb Çingizxan tərəfindən. Və yarandıqdan sonra başlayır müxtəlif ərazilərə yürüşlər eləməyə, o cümlədən Azərbaycanda da yürüşlər olub. Monqolların bizə 3 dənə yürüşü olub. Birinci yürüşü 1200, 1220, 1222. Bu kəşfiyyat xarakterli idi. Kəşfiyyat. İkinci yürüş olub 1231, 1239. Bu yürüş möhkəmlənmək. Və üçüncü yürüş isə 1256, 1258-ci illər artıq burada dövlət yaranmış. Biz indi hələ keçirik ilk olaraq birinci yürüş. Birinci yürüş 1220, 1222-ci illərdə Cəbə və Sultan. Cəbə və Sultan rəhbərliyi keçirik. Cəbə və Sultan rəhbərliyi ilə baş vermişdi bu yürüş. Bu dövrdə Azərbaycanda olan dövlətlər hansılar idi? Təbii ki, Atabəyləri idi. Atabəyləri idi, yoxsa Şirvanşahları idi, Atabəyləri idi. Bir də Təbrizdə Asunqurlər sülaləsi qalmışdı. Cəbə və Sultan ilk olaraq 1220-ci ildə Azərbaycana yürüşə başlayarkən ilk Zəncan, Ərdəbil, Sarabi və Sərra. Təbriz, Bu üç şəhəri tutduqdan sonra Təbrizə gəlirlər. Bizim burada bilməli olduğumuz əsas məqamlardan biri Təbrizdən 3 dəfə xərac alınır birinci yürüşdən. 3 dəfə. Təbrizdən 3 dəfə xərac alıblar. Birinci dəfə 1220-ci ildə Zəncan Ərdəbili Sarağı tutduqdan sonra Təbrizə gələndə, o zaman Təbrizdə Atabəylər dövlətinin hökmdarı Özbək idi. Özbək əhaliyə arxain olmadığı üçün müdafiəsinə, ona görə də xərac ödəməklə şəhəri dağıntılardan xilas edir. Monqollar Təbrizdən xərac alırlar, sonra gedirlər hara? Muğanı tutub, oradan da Gürcüstana gedirlər. Deməli, Təbriz, ardı ilə Muğan, ardıcılığı yazırım azsa, Gürcüstan. Gürcüstandan qayıdırlar yenə hara? Təbrizə. Birinci dəfə, indi tezdən, ikinci dəfə yenə Təbriz. Bu dəfə də neynirlər? Yox, bu iki şeydir. Təbrizlər ikinci dəfə tezdən. Hamısı bir ay. Onda 1-2 yazmıyor. Təbrizə yenidən gəlirlər. Təbrizə yenidən ikinci dəfə gəlirlər və bu dəfə xərac alınır Təbrizə. Sonra gedirlər hara? Monqollar. Marağaya. Marağanı dağıdırlar, tökürlər. Tezdən qayıdırlar yenə hara? Təbrizə. Yenə Təbrizə. Təbrizi paytaxt deyillər. Yox, Təbrizi tutmaq üçün Təbrizi tutmaq üçün xərac verirlər. İlk dəfə xəracı vermişdi Atabəy Özbək, sonraki dəfələr isə Təbriz şəhərinin hakimi olan Şəmsəddin Tuğrai xərac verir və şəhəri dağıntılardan xilas edir. Artıq Təbrizi tutduqdan sonra gedirlər Ərdəbili, Ərdəbildə əhalini qılıncdan keçirirlər, sonra gedirlər Culfa və Naxçıvanı dağıdırlar, oradan gedirlər Beyləqanı tuturlar, oradan da gedirlər Gəncəyə. Gəncə də xərac verir. Uşaqlar Gəncə şəhərində xərac verir və dağıntılardan xilas olur. Xərac vermək oldu ki, Monqollar şəhərə girmir də, əhalini öldürmür, şəhəri dağıtmır. Onlar pul alırlar. Pul alırlar, çıxırlar, gedirlər. Gəncədən sonra gedirlər Şamaxını tutub dağıdırlar, bütün Şamaxlıları öldürürlər. Sonra isə Dərbənd hakiminin və ya Şirvanşah, ikisi də gedirlər Dərbəndə, dəqiq bilinmir hansıdırsa. Onun yanına adam göndərirlər ki, Dərbənd keçidi vasitəsilə Azərbaycandan çıxıb geçsinlər. Orada da hiylə işlədirlər. Gələn elçinin birini öldürürlər, digərlər də yolu göstərir və beləliklə 1222-ci ildə
Azərbaycandan çıxıb gedirlər. Bu birinci yürüşdür. Monqollar çıxır. Aha, 1220-də gəlirlər, 1222-də gedirlər. Bu birinci yürüşü. 20-22. Yenə ardıcıllığı sayaq, 20-22-də Cəbrə və Sultan rəhbərliyi ilə gəldi. Zəncan, Ərdəbil, Sərabı tutdu. Ondan sonra Təbrizə yürüş elədilər. Təbrizdə Atabey Özbəy ilə hakimiyyətdə o xərac verdi, şəhəri dağıntılardan xilas etdi. Təbrizdən sonra Muğanına keçib, oradan Gürcüstana gedirlər. Gürcüstandan qayıdırlar yenə Təbrizə, yenə də Təbriz şəhəri xərac verərək dağıntılardan xilas olur. Təbrizdən gedir Marağaya Monqollar. Marağada dağıdırlar, yenidən qayıdırlar Təbrizə. Təbriz bu dəfə də xərac verir. Ondan sonra Təbrizdən sonrasını yazır. Təbrizdən sonra gedirlər Ərdəbili dağıdırlar. Ərdəbildən sonra gedirlər Culfa Naxçıvanı tuturlar. Culfa Naxçıvandan sonra Beyləqanı, Beyləqandan sonra Gəncəyə gedirlər. Gəncə şəhərdə xərac verir. Siz bu qədər xırdalığına qədər bilməli deyilsiniz. Əsas bilməlisiniz. Xərac verənlər hansılardır? Birinci yürüşdə. Təbriz və Gəncə. Əhalisi öldürülən, tutulub dağıdılan şəhərlər hansılardır? Şamaxı, Marağa, Ərdəbil, Culfa, Naxçıvan. Bunlar Beyləqan. Bunlar dağıdılan şəhərlərdir. 1222-də də ölkəni tərk edirlər Dərbənd vasitəsilə. Çox asandır, çətin deyil. İndi uşaqlar, biz deyirik Monqolların ikinci yürüşü. 1231. Monqolların ikinci yürüşü. 1231-ci il. Birinci yürüşdə sırf kəşfiyyat xarakterli gəlmişlərsə, ikinci yürüşdə möhkəmlənmək üçün gəlmişlər. Amma biz ikinci yürüşdən əvvəl Xarəzmşah Cəlaləddinin yürüşünü keçməliyik. Xarəzmşah Cəlaləddinin. Monqollar 22-ci ildə Azərbaycanı tərk etdikdən sonra 1225-ci ildə Azərbaycana Xarəzmşah Cəlaləddin gəlmişdi. Xarəzmşah Cəlaləddin gəlmişdi Azərbaycana. Xarəzmşah Cəlaləddin kim idi? Xarəzmşahlar dövlətində idi. Yeni ərazilər tutmaq üçün Xarəzmşah Cəlaləddin gəlir Azərbaycana. 25-ci ildə Azərbaycanda hansı dövlətlər var? Atabəylər var idi. Yenə də Şirvanşahlar var idi və Təbrizdə Ağsunqurlar var idi. 1225-ci ildə Xarəzmşah Cəlaləddin Atabəyləri süqut etdirir. Sonra bunun ardınca 1227-ci ildə o Təbrizdəki Ağsunqurilər sülaləsi. O da gedir 1227. Təbrizdə dediyi Ağsunqurilər. Bəli. Ağsunqurilər. Ağsunqurilər də süqut etdirir. Sonra 1227-ci ildə Şirvanşahları tabe edir. Onlar da xəracına. Yəni xərac alır. Şirvanşahları tabe etdirir. Aha, Şirvanşahlar ildə 100.000 dinar xərac verməklə deməli. Onda Təbriz onlar tabe olur. Əslində biz dedik ki, Təbriz yox. Biz dedik ki, Məhəmməd Cahan Pəhləvan Ağsunqurlərin əlindən Təbrizdə almışdı. Onda Ağsunqurlər Marağadaydı. Marağadaydı. Şirvanşahları da tabe edir. Şirvanşahlar ildə 100.000 dinar xərac ödəməli idi. Onda Təbrizi də edirlər ki, Təbrizdə onlar xərac verirlər, hakimiyyət alırlar. Monqollar birinci yürüşü möhkəmlənmək üçün gəlməmişlər. Gəlib dağılıb, xərac alıb getirlər. Amma ikinci yürüşdə ki, özlərinə tabe edir. İkinci yürüşdə hə. Amma bu 1225-ci ildəki Xarəzmşah Cəlaləddin yürüşüdür. Ya bunlar məqbul edirlər. Xarəzmşah Cəlaləddin. Özüm qaçam. Xarəzmşah Cəlaləddin Monqol deyil, qatmayın, yaxşı. Sadəcə birinci və ikinci Monqol yürüşü arasında Azərbaycana hücum edən bir hökmdardır. Yaxşı. Olasın. Hayır, o Cəlaləddin yürüyüşü var. O kimdir? Xarəzmşah dövlətinin hökmdarı. O ikinci yürüyüşü başladı. Mənim də öyle. Sadəcə Monqollar Monqollar yoxdur, Monqol mövzusunun içindədir sadəcə. Şirvanşahlar nətər var? Xarəzmşah Cəlaləddinin əsas iqamətgahı olmuşdu, Gəncə şəhəri olmuşdu və Gəncədə möhkəmlənmişdi. Onun bir dənə vəziri var idi, Şərəf Əl-Mülk, hansı ki ölkənin idarəsini ona tapşırmışdı
və o da Gəncədə əhaliyə zülm eləyirdi deyə 1231-ci ildə Bəndər üsyanı olmuşdur. Bəndər üsyanı. Mən bu 1231 Bəndər üsyanı bu Cəlaləddinə qarşı. Bəndər üsyanı nəticəsində heç bir nəticəsi olmur, üsyan yatırılır, Bəndər tikə-tikə dolanır. Xarəzmşah Cəlaləddin eşidir ki, 1231-ci ildə eşidir ki, Monqollar ikinci yürüşə başlayır Azərbaycana. Ona görə neyini Xarəzmşah Cəlaləddin çıxır, qaçır. Gəldiyi kimi də gedir. Amma öz ölkəsində... Xarəzmşah Cəlaləddin 25-də gəldi, 31-də qaçır gedir. Monqolların yürüşünü eşidir. Yaxşı. İndi keçirik Monqolların ikinci yürüşü. Başçısı idi Çormoğon Noyan. Çormoğon Noyan. Rəhbərlik edirdi. Amma bu Çingiz Xanın dövründə olub da. Çingiz Xan ölmüşdür. 1227. Yox, Cəlaləddin dövründə. Cəlaləddin, hə. Amma kinosu var, yox, baxmışam. Çingiz Xanın. Yox, elə Xarəzmşahları. Bozkır, nə idi onlar? 1235-ci ildə deməli Gəncəni tuturlar Monqollar və Gəncəni dağıdırlar, 4 dağıtlar. Uşaqlar, ikinci yürüşə biz 3-4 dənə şey bilməliyik. 1239-cu ildə Dərbənd tutulur və bütün Azərbaycan Monqollar tərəfindən işğalı başa çatdırılır. İkinci yürüş çox asandır uşaqlar. 1231-də başlayırlar Monqollar ikinci yürüşə, Çormoğon rəhbərliyi ilə 35-də Gəncəni tuturlar, dağıdırlar, 4 il şəhər xaraba qalır. 39-da isə Dərbəndin tutulması ilə Azərbaycanın deməli bütün halda tutmuş olurlar. Üçüncü yürüş isə 1256 Yulakü. yürüşlər sevməz deyil. Mən danışdıqlarını bilsəz bəs. Yulakü xan. Bu qədər çox deyil axı. İndi keçirik deməli Yulakülər dövlətinə. Monqolların yürüşü bu qədər. Bunlar sizə gözlərim sözlərlə. Qaçacaq atası. Birinci, ikinci, üçüncü yürüş. Məbdə aşansın. Dərbənd sənci 19. 1215. Uşaqlar, indi Yulakülərdir. Yulakü. Amma Yulaküyə keçdik. Uşaqlar, Yulakü dövləti Monqolların 3-cü yürüşündən sonra, bax, 3-cü yürüş. 1256-da. Yulakü xan 1256-cı ildə gəlir, Azərbaycanı tutur. Yulakü xan kim idi? Çingiz xanın nəvəsi idi. Gəlir Azərbaycanı tutur və gedir 1258-ci ildə gedir Ərəb xilafətinə, Bağdada. Gedir Bağdadı tutur və neyir? Abbasilər sülaləsi... Baxın, qardaşı var idi də. Yulakünün? Bilmirəm. Bağdası iki qardaşı idi. Abbasilər dövləti süquta uğrayır. Bağdad xilafəti dediyimiz əsaslar. Yulakü dövlətinin paytaxtları olmuşdur Marağa, Təbriz, Sultaniyə və yenidən Təbriz. Marağa, Təbriz, Sultaniyə, yenidən Təbriz paytaxtları idi. Yulakülər dövlətini Yulakü xan yaratmışdır. Yulakü xanın əsas xarakterik cəhəti onun özü ilə gətirdiyi köçmə Monqollara arxalanması idi və bu formada dövləti idarə etməsi idi. Və möhkəmləndirilmiş dövlət yaratmışdır Yulakü xan. Biz deyirik ki, eyni zamanda Elxanilər dövləti də adlanır. Yulakülər belə Elxanilər dövləti də adlanır. Bu dövlətin deməli, onların əsas iqamətgahı, yay iqamətgahı Qarabağ idi, qış iqamətgahı isə Muğan, Aran əraziləri idi. Muğan, Aran əraziləri idi. Bu dövrdə uşaqlar bizim alimimiz var, Nəsrəddin Tusi. Nəsrəddin Tusi Yulakü xanın məsləhətçisi olmuşdur, amma Yulakü xanın oğlu var.
Abaqa xan. Onun isə vəziri olmuşdu. Nəsrəddin Tusi. Nəsrəddin Tusi 1201-1274-də yaşayıb yeri gəlmişlər. Azərbaycan qəbul Hülaki xanın uşaqlar və oğlu Abaqa xan ölümündən sonra Hülaki dövlətində biraz daxili çəkişmələr başlayır. Köçəri Monqollar dövləti belə hərəsiz istədiyi kimi idarə etmək istəyir. Lakin hakimiyyətə 1295-ci ildə gəlir Qazan xan. Qazan xan hakimiyyətə gəlir və Qarabağda özdə hökmdar elan edilmişdir. Hakimiyyətə gələn kimi başlayır islahatlara. Qazan xanlar. Bizə Hülaki dövlətindən düşsə, məsələn, əminəm ki, Qazan xanın islahatlarından düşür. Müxtəlif islahatları var və məhkəmə, torpaq, vergi, rabitə, ticarət. Uşaqlar, hamısına aid yazmayacaq, deyəcəm, kitabda onsuz da verirsiniz, siz oxuyacaqsınız. Məhkəmə islahatı məsələn, məhkəmə islahatı kəskin, yox, o vergi islahatı deyil. Məhkəmə islahatı yarımçıqdır. Açar cümlələr var ki, onları bilmək lazımdır. Yarımçıq keçirilmişdir. Məhkəmə islahatına görə qazi vəzifəsinə seçilənlər ədalətli, düzgün şəxslərdən seçilməli idi. Deməli, mahal, kənd, hakim idi. Qazıların vəzifələri müəyyənləşdirildi. Qazi məhkəməni idarə edən şəxs idi, hakim idi. Bir də uşaqlar, bu cümlə imtahana düşüb bilirdi. 30 ili keçmiş iddia sənədləri qanunsuz hesab edilirdi. Məhkəmə islahatı. Torpaq islahatının əsasında iqta torpaqlarının paylanması dururdu. Hülaki dövlətində çoxlu iqta torpaqları paylandı. Əsasən hərbiçilərə, hərbi xidmətə görə verilirdi iqta torpaqları və alınıb satıla, bağışlana bilməzdi. Əgər iqta sahibi ölərdisə, iqta keçirdi onun oğluna və ya davamçısına. Amma qətiyyən hərbi xidməti davam etdirən davamçısına. Lakin onun əslində başqa da verdi, sonsudur bəs. Onda dövlət keçirdi. Hədə dövlət keçirdi. Uşaqlar, bir də yeni torpaqlar yaranmışdı bu dövrdə. İncu və Bayraq torpaqları. İncu Xan sülaləsinə məxsus torpaqlar idi. Bayraq isə boş qalmış, sonralar isə köçəri feodalların, Monqol feodalların əlinə keçmiş torpaqlar idi ki, Qazan xanları kəndlilərə paylamışdı. Vergilər. Vergi islahatı kəskin mübarizə şəraitində keçdi. Vergilərin miqdarı müəyyənləşdi. Kəskin mübarizə. Verginin yığılması mərkəzi divana həvalə olundu. Vergilərin sayı, əhalidə nə qədər yığılacağı lövhələrdə şəhərlərin girişinə asılmışdır. Uşaqlar, rabitə islahatı 3 fərsəxdən bir, yəni təqribən 20-21 kilometrdən bir yam adlanan rabitə dayanacaqları yaradıldı. Hansı ki, orada dayanırdılar, istirahət edirdilər və s. Bundan başqa elçilərin, digər bir vəzifəli şəxslərin əhalidən vəsait toplanması qadağan edilmişdi. Bir də yan işçiləri deməli, əhalinin evində qalmağa icazə verilmir. Ancaq karvansara tipli yerlər var idi, orada qalmalıydı. Ticarət islahatı isə ən asanlıdır. Vahid çəki ölçü sistemi müəyyənləşdi. Yəni ölçüdə, çəkidə ancaq vahid qaydalardan istifadə edilirdi. Bu, Qazan xanın islahatlarıdır. Qazan xan islahatları dediyim çox vacib ki, düşsə əsas bunlardan düşəcək. Qazan xandan sonra hakimiyyətə gəlmişdi Məhəmməd Olcaydı. Kişi gəldi. Bu 1300 Bu nə şey olur? Qazan xan bir də fərqan var, uşaqlar, bunu da bilməlisiniz. 1303-cü ildə kəndlilərin təhkimli hala salınması haqqında. Yəni, təhkimli nə deməkdir? Kəndli bir yerdən başqa yerə köçə bilməzdir. Belə bir fərman var. Bu qədər az yaşamayıb, odur. Dini islahatını da deyim, dini islahat yaddan çıxmasın. Dini islahatı o idi ki, İslam dinini qəbul elədi Qazan xan, və özünü Mahmud götürdü. Aha, elə bir ad götürmüşdü. Hülakilər dövlətinin yeri yaranan vergilər də var, onların dərsinin sonunda edəcəm. Olcaytın dövründə islahatlar davam etdirildi, ancaq Olcaytı öləndən sonra hakimiyyətə Əbu Səid gəldi. Əbu Səid. 1316-1338. Əbu Səid hakimiyyətə gələrkən 12 yaşı var idi.
Məsələn, Bu hissə qarışıqdır, ona görə diqqət 12 yaşı. 12 yaşı var idi. Ona görə də hakimiyyəti iri əmrlər idarə etməyə çalışırdı. Hərəsi özünü soruşturmağa çalışırdı, el dili ilə desək, Əbu Səidin yanına ki, dövləti idarə etməsinlər. Burada da Sulduz qəbiləsindən olan, Sulduz qəbiləsindən Əmir Çoban öz rəqiblərinə qalib gələrək başlayır Əbu Səidin yanında ona böyüklük eləməyə. Atabəy kimi də bir növ. Dövləti Əbu Səidlə bir yerdə idarə etmək. Bu da özünü o təqənlərdəndir, Əmir Çoban. Hə. Və Əbu Səid artıq Əmir Çoban 1318-ci ildə qiyamı yatırır Xorasanda. Sonra bir də Qızıl Ordu xanları Azərbaycana yürüş edəndə onların qarşısını alır. Ancaq son 1328-ci ildə artıq Əbu Səid böyüyür və Əmir Çobanı və oğlanlarını edam etdirir. Ondan sonra dövləti özü idarə edir. Bu 1335-dir, 35-ə qədər. 35-ci ildə ölümündən sonra isə yenidən hakimiyyət uğrunda Çobani əmirləri arasında mübarizə başlayır. Və biz deyirik ki, uşaqlar, 1338-1357 Hülakülər dövlətində Çobani ağalığı dövrüdür. Çobani ağalığı. Yəni, Çobani əmirləri dövləti idarə edirlər, hökümdarların adından. Əmir Çobandan sonra, deməli, kim idi Əmir Çobandan sonra deməli idarə edən? Məlik Əşrəf var, səhv eləmirəmsə. O idarə etmişdi, yəni ümumilikdə Çobani əmirləri idarə etmişdi dövləti. Bir də uşaqlar, biz bilməliyik Çobani, Hülakü və Qızıl Ordu müharibələri, Qızıl Ordu. Qızıl Ordu da Monqol dövlətidir. Onların da Azərbaycan tutma uğrunda mübarizə aparmışdılar birlikdə. Uşaqlar, Məlik Əşrəf dediyim kimi, Məlik Əşrəf 1344-cü ildə, 57-ci ildə qədər idarə etmişdi. Hülakü dövlətini, Çobani edildi. Nəticə olaraq 1357-ci ildə Qızıl Ordu hökümdarı Canı bəy gəlir Təbrizi tutur və beləliklə Hülakü dövləti süquta uğruyur. Hülakülər dövləti ilə Qızıl Ordu arasında Azərbaycan tutma uğrunda mübarizə uzun müddət davam etmişdi. Hər ikisi Monqoldur, hər ikisi Çingiz xanın nəvələridir. Ancaq Hülakü dövləti 5-ci Monqol ulusu adlanırdı. Amma Qızıl Ordu Cuci nəslindəndir. Axı, bilirsiniz, Çingiz xan 4 oğlu var idi, biri ögey idi falan, oğulların arasında bölmüşdü də dövləti. Yəni, eyni nəsil idilər, amma qırırdılar. Onunla nədə də oldu var? Artıq birini eləmir, amma fərqli şeydir, qarşı ögeydir. Və Qızıl Ordu hökümdarlarının da yürüşləri olub. Azərbaycana bu Hülakülər dövründə 1318-də, 1335-də, 1357-də isə son yürüşdə Canıbəy sübut etdirir. Ancaq Canıbəy oğlu vardı bəyi Azərbaycanda qoyur, gedir, qayıdır Qızıl Ordu dövlətinə. Elə biraz keçib barda öyrənir ki, atası canı elə çatmamış, canı çıxıb da, Qızıl Orduya çatan kimi canı çıxıb ölür. Ona görə o da gedir. Ne qasır olacaq, dövlət çəkdə olur. Barda bəy də qayıdır, Azərbaycan demək alır başsızdır. Mən indi sizə demək istəyirdim, yeni vergilər var idi, bax, vergilər. Tamğa, ağac, qopçu. Tamğa sənətkarlardan alınırdı. Bac alınırdı, tacir. Qopçu alınırdı. Əvvəllər deyirik ki, köçəri mallar tayfalardan alınırdı. Amma sonralar qopçu can vergisinə çevrilmişdi. Can vergisinə çevrilmişdi. Qopçu isə Qazan xanın dini islahatından sonra yavaş-yavaş aradan qalxmağa başlamışdır. Belə uşaqlar, Hülakü dövlətində çətin gələ bilər sizlər, amma o qədər də çətin.